Bugünkü dersimizin mövzusu effekt maliyyə funksiyasıdır. Bu funksiyanı işə salmaq üçün keçirik formul otağına, finansı, yəni maliyyə bölməsinə və burada lap aşağıda effekt funksiyasını tapırıq. Və oxuyuruq görək bu effekt funksiyası neydir? Burada yazılır ki, effekt funksiyası faktiki illik faizi bizi göstərir. İndi sizə başa salarım bu nə deməkdir. Tutalım ki, hansısa bir müştəri müəyyən məbləği əmanət kimi bankda yerləşdirir və gəlir əldə etmək istəyir. Bank işçisi ona deyir ki, sizin illik faiziniz tutalım ki 16%'dir. Məsəl üçün, siz 1 milyon məbləği yerləşdirirsiniz 1 ilə və illik faiz 16%'dir. Sadə hesablamalar göstərir ki, sizin 1 ildən sonra gəliriniz olacaq 160 min. Yəni 16% vururuq 1 milyona. Bank sizə 1 ildən sonra verəcək məbləğ olacaq 1 milyon 160 min. Amma əmanəti bankda yerləşdirəndə yalnız illik nominal, təkrar edirəm, nominal faizlə iş bitmir. Dəqiqləşdirmək lazımdır ki, kapitalizasiya necə gedir? Yəni ildə bir dəfə, ildə 2 dəfə, hər rüb, yəni ildə 4 dəfə, yaxud hər ay, yəni ildə 12 dəfə. Kapitalizasiya nə deməkdir? Yəni ki, biri var sadə faizlər, bir də var mürəkkəb faizlər. Yəni faiz faizin üstünə gəlir. Sizə belə bir misal hazırlamışam və o misalın üstündə bu funksiyanı, yəni effekt funksiyasını başa salacağım. Beləliklə, faiz illik nominal 16%'dir. Məbləğ 1 milyon manatdır. Və bir şeyi də diqqətinizə çatdırın. Əgər burada belə yazırsınızsa 16%, gəlir burada yazın, 16%. Sonra dəyişiklik eləsəz, tutalım ki, burada deyək ki 15,5 yazmaq istəyirsiniz. Görürsünüz, sistem götürmür. Burada 16% göstərir, burada isə 15,5% göstərir. Hesablamalar da 15,5'den gedəcək. Sadəcə olaraq vizual sizə elə gələcək ki, əməliyyat 16%'den gedir. Niyə sistem burada dəyişmir? Görürsünüz ki, belə məbləği yığanda 16%, fikir verici formata, xananın formatı olub, belə görürsünüz, vergüldən sonra işarələri göstərmirsiniz. Əgər dəyişirsə, 15,5 eləyirsə, burada 0 durur. Ona görə sistem 16 göstərir. Burada 1 yaxud 2 göstərmək lazımdır, görürsünüz. Burada misalda sizə göstərir ki, belə olacaq. OK düyməsini basanda burada 15,5 göstərəcək. Yaz qaydaq bizim misalımıza. Beləliklə 1 milyon əmanətdir. 16% nominal illik faizdir. İndi gəliniz görək effektiv faiz, yəni faktiki faiz nə tər olacaq? Kapitallaşma, yəni mürəkkəb faizlər belə hesablanır. İldə 1 dəfə, ildə 2 dəfə, ildə 4 dəfə və ildə 12 dəfə. Yəni hər ay, hər rüb, yarım ildə 1 dəfə və ildə 1 dəfə. İndi görək bu rəqəmlərlə, bu şərtlərlə siz axırda hansı məbləği alacaqsınız? Çağırın effekt funksiyasını. Argumentdə birinci nominal stavka, yəni nominal faiz. Bizdə 16%'dir. Göstəririk. Və burada yazıb kolичество periodov, yəni kapitallaşma necə gedəcək? Bizdə ildə 1 dəfədir. Bu misalda ildə 1 dəfədir. Göstəririk 1 və belə ədəd alırıq. 0,116. Gəlirimiz nə olacaq? 1 milyonu vururuq
Effektiv faizi 0,116. Gəliriniz olur 160 min. Alınan məbləğ, yəni axırda bir ildən sonra bankın sizə verdiyi məbləğ olacaq 1 milyon 160 min. Yəni bu misalı bu səhifədə göstərmişdim sizə. Yəni kapitalizasiya ildə bir dəfə olur. İndi kapitalizasiya ildə 2 dəfə olur. Yəni yarım ildən bir olur. Görək burada məbləğ necə alınacaq. Yenə də çağırırıq funksiyanı. Nominal faiz 16. Amma dövr, yəni kapitallaşma dövrü artıq 2-dir bizdə. Belə bir ədəd alınır. Vururuq onu 1 milyona. Hesablayırıq gəliri. Artıq gəlir oldu 166.400. Son məbləğ olacaq 1 milyon 166.400 manat. Görürsünüz artıq 6.400 məbləğ artır. İndi kapitalizasiya olur hər il, yəni ildə 4 dəfə. Çağırır funksiyanı. 16% və 4. 4 rəqəmə qədər azaltma olar vergüldən sonra. Belə hesablayırıq. Bankın verdiyi məbləği hesablayırıq. 12 aydan sonra belə və axırıncı kapitalizasiya yəni hər ay keçirilir. Burada da azaldırıq. Belə hesablayırıq. Və fikir verirsiniz 16% 1 milyon hər 4 haldadır. Amma burada kapitalizasiya hər ay keçirilir. Burada isə yəni faizin üstə faiz gəlir. Burada isə bir dəfə keçirilir. Və ona görə axırda alırsınız 1 milyon 160 min, amma burada alırsınız 1 milyon 172.271 manat. Yəni artıq fərq 12.271 manat edir. Görürsünüz, amma əvvəlki şərtlər güya ki eynidir. Ona görə banka əmanət qoyanda həm nominal illik faizlə maraqlanmaq lazımdır, həm də kapitallaşma dövrünü soruşmaq lazımdır. İndi mən sizə bir misalda göstərim ki, həmin fərqi görəsiniz. Gəlin, mən bunu köçürdüm. Bura belə kapitalizasiyanı köçürdüm. Deyək, bura belə. İndi tutalım ki, bir bank burada yığaq, deyək ki 15%. O bir bank bizə verir 14,5%. Nominal illik faiz, amma məbləğlər eynidir. Hər iki halda 1 milyondur. Gəldi o formatında belə eləyək. Birinci bank sizə illik faiz verir 15%, ikinci bank 14%, 14,5%. İlk görünüşdə birinci bankın təklifi daha sərfəlidir. Amma gəz baxaq kapitalizasiya, yəni kapitallaşma dövründə burada ildə bir dəfədir, burada isə ayda bir dəfədir, yəni ildə 12 dəfədir. Şimdi baxaq görək məbləğlər necə olacaq. Effektiv faizi hesablayırıq, bərabərdir effekt, keçirik bura, nominal faiz dərəcəsi 15, kapitallaşma dövrü 1.
0,15 alınır belə ədəd. Baxırıq, görürük gəlir nə qədərdir. 1 milyonu vururuq 0,15'e. Və alınacaq məbləğ hesablayırıq. Yəni ilin axırında bank bizə verəcək 1 milyon 150 bin. İndi keçirik ikinci banka. Burada hesablayırıq. Onda 5. Burada ise 12. Yuvarlaşdırırıq 4 ədədə qədər vergüldən sonra. Belə gəlir hesablayırıq. Bu formatını biraz belə və son məbləği hesablayırıq. Fikir verirsiniz, burada alınır 1 milyon 150 bin, burada alınır 1 milyon 155 bin, yəni 5 bin artıqdır burada. Halbuki nominal illik faizi burada yalnız 14,5%, burada ise 15%. Baxmayaraq ki, nominal illik faiz 0,5% bundan azdır. Yəni ikinci bankda birinci banka nisbətən azdır. Axırda alınan gəlir 5035 manat birinci bankdan daha çox olacaq. Bugünkü dərsimiz sona yetir. Bugünə bu qədər. Təşəkkürlər.